Salam əziz şagirdlər və abituriyentlər. Dim test toplusundan omonim, sinonim və antonimlərin izahına baxaq. 1. Hansı sözün qarşılığı düzgün verilmişdir? Kəmsavad, istedadlı. Bu antonimdir. Biəqil, ağıllı. Bu da antonimdir. Laqeyd, diqqətli. Bu da antonimdir. Kəmşirin, şipşirin. Bu da antonimdir. Amma büyümürvətlə insafsız eyni mənanı verən sözlərdir. 2. Altından xətt çəkilmiş sözlər nə adlanır? Geyinibdir, yar sarı. Yəni, yar sarı rəngdə geyinibdir. Bayqu ilə yar sarı. Kəbədə ölsə aşiq, gönün qoy yar sarı. Burada isə tərəf mənasında işlənir. Ona görə, deməli, eyni başlanğıc formadır, eyni vurğudur, amma məna müxtəlifdir. Və belə sözlər nə adlanacaq? Omonim adlanacaq. B variantı. 3. 3-də də deyir, yarpaq sarı, bir də yarama ağ sarı. 3-də deməli, ikinci misrada rəng mənasını bildirir. 4-cü misrada isə feil kimi sarımaq mənasını ifadə edir. Bu da yenə omonim olacaqdır. Qarı düşmən dost olmaz. Deyir, altından xətt çəkilmiş sözlər leksik baxımdan nə sayılmalıdır? Bu testlərdə qüsur var uşaqlar. Niyə? Çünki dost olmaq mürəkkəb feildir və mürəkkəb feilində tərkibini parçalamaq olmaz. Amma bunlar təkcə dostun altından xətt çəkdiklərinə görə elə düşünüblər ki, dostla düşmən bir-birinə antonimdir. Lakin yenə dediyimiz kimi düzgün bir yanaşma deyil. Çünki mürəkkəb sözləri biz parçalayıb omonim, sinonim, antonim demirik onlara. Növbəti nəşrlərdə yəqin ki, düzəldəcəklər bunu. Çünki özləri də deyiblər ki, yanlış gedib burada. 5. Həm isim, həm də sifət kimi işlənə bilən omonim sözdür. Ləpə, qoz ləpəsi, bir də dalğa mənasında, hər iki mənada isimdir, nitq hissəsi kimi. Qaz, feil, bir də ev quşu mənasında, bu yenə ev quşu mənasında isimdir. Evdəki yanan qaz mənasında da isimdir. Amma qazmaq mənasında feildir. Bizə sifət kimi deyir. Qitə hər iki mənada isimdir. Qitə iki misradan ibarət olan şeir şəkillərinə deyilir qitə. Min, bir də ki, Avrasiya qitəsi falan coğrafiyada. Bu mənada hər iki mənada isimdir. Min feil kimi, bir də say kimi omonimdir. Dolu isə yağış mənasında isimdir. Boşun əksi mənasında isə olacaq sifət. Ona görə cavab E variantıdır. 6. Həm isim, həm də sifət kimi işlənə bilən omonim söz deyir. Tut, tutmaq, feil, bir də yediyin, meyvə, isim və feil kimi. Qan, qanmaq, bir də damardakı qan, isim və feil kimi. Buruq, neft buruğu mənasında isim, buruq saçlar mənasında isə olacaq sifət. Deməli, 6-da C variantıdır. Don, donmaq, bir də əyninə geyinilən don, həmçinin havada deyirsən ki, don var, şaxta var. İsim və feil kimi omonim olur. Qazı da bayaq dedik. 7. Omonimlər cərgəsini müəyyən edin. Yay, yaymaq, yay fəsli. At, atmaq, at, heyvan. Donu da indi dedik. Elə olacaq A variantı. C-dən əgər görsəniz ki, ümumiyyətlə bu tiplərdə bir neçə variant seçəndə, görsəniz bu sözün mənasını, kimli mənasını, üçlü mənasını bilmirsinizsə, o biri variantlara keçin. Məsələn, C-dən tüfənglə divan pozdu. E-də hamısı pozur. B-də sahillə ipək pozur. D-də isə körpü pozur. Deməli, qaldı A variantı.
Yalnız bir leksik mənası düşünülürsə, o tək mənalı sözdür, homonim deyil. Sonra 8. Hansı sıradakı sözlər antonim deyil? Ağarmaq, qızarmaq. Ağarmağın antonimi gərək qaralmaq olardı. Ona görə yanlışdır. 9. Sözlərdən biri homonim kimi işlənə bilir. İnci, biri var o mirvari dediyiniz daşqaş mənasında. Bir də var incimək feili mənasında homonim olur. Bəs deyə bilərsiniz ki, müəllim, gəlin. Gəlin sözü qız gəlin mənasında, onun başlanğıc forması gəlindir. Amma bizə gəlin mənasında başlanğıc forma gəlmək feilidir. Və bizim homonim qaydamız belə idi ki, başlanğıc formada eyni olmalıdır. Vurğu da, tələffüzdə, yazılışda eyni olmalıdır. Ona görə burada başlanğıc forma vurğu pozulduğu üçün gəlini biz homonim götürmürük. Sonra 10. Sinonim sözlər cərgəsini müəyyən edin. A-da heç biri sinonim deyil. B, D, Y onu kimi. Amma hündür, yüksək, uca bunlar bir-birini əvəz edən sözlərdir. Sonra 11. Hansı cərgədəki sözlər homonimdir? A-dan aşağılar elə hamısını çıxırıq. C-dən, B-dən də hamısını çıxırsan. E-dən çay homonimdir, amma kitab dəftər yox. Qaldı D variantı. Top, biri var tüfəng top mənası verən. Bir də var oynanılan top. Bal, şirin yediyiniz arının balı. Bir də bal gecəsi olur o. Və yaxud hər hansı bir imtahandan topladığım bal. Ay, günün fəsil mənasının, fəsillərindən nədir? Ay, gün mənasında. Bir də ki, göydə çıxan ay mənasında. Ona görə D olacaq. 12. Hansı cərgədəki sözlər homonimdir? Bez, parça mənasında, bir də bezmək. Daş, daşqaş mənasında və yaxud yerdəki daş mənasında, bir də daşmaq feil kimi. Ov, ovmaq. Məsələn, deyirsən ki, kürəyi ağrıyır, kürəyini ov. Bir də deyirsən, o ovu xoşlayır. Ceyran ovu, nə bilim, maral ovu və s. hər nəysə. Ona görə A olacaq. B-də ürək, könül çıxdın. C-də hamısını çıxdın. D-də işlə nefti, həmçinin işlə nefti qazmağı da çıxdın. E-də isə kiçiklə evi çıxdın. 13. A variantında külək televizor pozur. B-də hamısı. D-də həftə pozur. E-də də sən şeir yazıblar. Şeir olmalıdır. Şeir pozur. Qalır C variantı. Ləpə, dalğa mənası, bir də qoz ləpəsi. Biz, əvəzlik, bir də ayaqqabı tikən alət. Say, saymaq, bir də nitq hissəsi kimi say. 14. İsimlərdən ibarət sinonim cərgəni müəyyən edin. Arzu, istək, gözlük, çeşmək. Elə A variantıdır. Sinonim olanlar. Sinonimlər eyni nitq hissəsinə malik olmalıdır və eyni suala cavab verməlidir. Digərləri isə almaq, götürmək bu antonimdir. Sonra gödək, qısa, gödək qısa antonimdir. Tez sürətlə antonimdir. Sonra amma ancaq sinonimdir. Ayrı, başqa, amma ancaq sinonimdir. Ayrı, başqa da sinonimdir. Lakin bizə isimlərdən ibarət olan cərgəni göstərir. Gödək qısa da sinonimdir. Qoca yaşlı da sinonimdir. Lakin bunlar sifətdir. Ona görə götürmürük. Tez sürətlə də sinonimdir.
Asta, yavaş da sinonimdir. Mən deyəsən bayaq antonim dedim, üzrlə hesab edin, fikrim aynı olaraq getdi. Lakin bizdən həm sinonim istəyir, həm də nitq hissəsi kimi isim istəyir. Ona görə A variantını biz götürürük. Sonra almaq, götürmək. Bu şeyi aldım, götürdüm. O da yenə antonimdir. Sinonim kimi götürmək olar. Atmaq, tullamaq. Nəyisə atırsan, tulluyursan. Bu da sinonimdir, amma bu feildir. Sonra 15. Homonim sözlər cərgəsini müəyyən edin. Çöl, arıq, elin homonimliyi yoxdur. B-də heç birinin homonimliyi yoxdur. C-də qayıq, dənizin homonimliyi yoxdur. D-də heç birinin homonimliyi yoxdur. Qaldı 15-də E variantı. Bez, bezmək. Bir də parça, bez mənası. Yar, yarmaq. Bir də yoldaş mənası. Düz, 5 dənə nitq hissəsi olur. Vətənin düzü. Düz bura gəl. Düz danış. Düz söz. Sonra biz də bayaq dedik, əvəzlik və isim kimi homonim olur. 16. Sinonimlərdən ibarət cərgəni müəyyən edin. Səmərəli, səliqəli, ləzzətli. Bunların bir-birinə nə aidiyyatı var? Dünya, aləm, cahan isə bir-birini əvəz edən sözlərdir, sinonimlərdir. Sonra 17. Hansı cərgədəki sinonimlər həmişə bir-birini əvəz edir? Dava, müharibə. Bunlar sinonim olsa da, lakin kontekstdə əsasən bir-birini əvəz edir. Məsələn, deyirəm ki, qardaşlar arasında dava düşdü. Deyə bilərəm, qardaşlar arasında müharibə düşdü. Xeyr. Və yaxud deyirəm ki, o könül həkiminə getdi. O ürək həkiminə getdi. Görürsüz, olmur. Amma desəm ki, o ürəkdən aşiq idi, könüldən bir könüldən min könül aşiq idi, olur. Baxır o kontekstdə əsasən. Lakin eynəklə çeşməyi ha tərəfə fırlasan, ikisini də işlədə bilərsən. Yoxlamaq, sınamaq da onu kimi. Sonra 18. Yalnız antonim sifətlər olan cərgəni müəyyən edin. Antonim sifətlər olan cərgəni. Hərf, sülh, isimdir, çıxdın. Ağ, qara sifətdə, amma gecə gündüz zərfdə çıxdın. Sonra kiçik, balaca antonim deyil, C-dən çıxdın. Qalxmaq, enmək sifət deyil, çıxdın. Qaldı E variantı. Böyük, kiçik, uzun, qısa, şirin, acı. 19. Nümunədə altından xətt çəkilmiş söz leksik baxımından nədir? Gətirib onları yada Təbrizim, baş əymə cəllada yada Təbrizim. Birincidə yaddaş mənasındadır, yəni yadına salmaq mənasındadır, yad. İkincidə isə yad özgə mənasındadır. Fərqli leksik mənaları olduğu üçün olacaq homonim. 20. Homonimlərdən ibarət cərgəni müəyyən edin. Dondurma, süzmə, alın, səpin. Burada alın təkcə ola bilər. Alın, o da feilin məhsul növündə olan alın, əmr şəklində yox. Məsələn, deyirəm, məktublar alındı. Bir də insandakı alın. Amma desəm ki, gedin kitabı alın, burada artıq başlanğıc forma almaq feildir. Ona görə olmaz. Süzmə, dondurma, səpin də onu kimi. Başlanğıc formalar fərqli olur. Qatıqdan olan süzmədə başlanğıc forma süzmədir. Mən orada leksik şəkilcidir. Amma desəm ki, yağı süzmə, orada başlanğıc forma süzdür. Ona görə bunları homonim götürmək olmaz. Sonra hansı gəldi? 21. Sözlərdən biri homonim kimi işlənə bilər. Burada təsnifdir. Biri var təsnif etmək. Bir də musiqiyə aid olan bir şeydir. 22. Sözlərin üçünün də homonim olduğu cərgəni müəyyən edin. A-dan baş su pozur. B-dən tük
Tük pozarmı? Tük pozur. C-dən nə pozar? Dağlamaq pozarmı? Dağlamaq. Pozar. Çal. Çal pozmaz. Çünki çalmaq bir də çal saçlar deyilir. D-dən arx pozur. Qalır E variantı. Üzmək, yolmaq, tək. Üz insanın üzü, bir də üzmək mənasında. Yol, yolmaq, gedilən yol. Tək əldən səs çıxmaz. Yerin təki, evə tək getmə, bu mənalarda işlənir. Sonra antonim sözlərin cərgəsini müəyyən edin. 23-də A. Ağ, qara, tez, gec, axşam, səhər. Elə A variantı olacaqdır. B-də çox, xeyli, qəm, qüssə bunlar antonim deyil. C-də el, oba, yurt, yuva bunlar antonim deyil. D-də oğul, uşaq, sülh, müharibə antonim deyil. E-də tünd, açıq bir-birindən antonim deyil, nə də əziz, hörmətli. Ona görə A variantı. 24. Sinonim olan sözlər cərgəsini göstərin. Çətin, tərəqqi, varlı D variantıdır. Digərləri antonim olmur. Sonra 25. Hansı cərgədəki sözlərin hamısı homonimdir? A-dan baş, göz çıxır. C-də ətək, ayaq. E-də göz. D-da qaçır, pozur. Qalır B variantı. Yağ, yağmaq. Bir də yediyin yağ. Sağ, sağmaq. Sağ tərəf. Oynaq, diz qapağı. Bir də oynaq hava. Sonra 26. Antonim sözlər cərgəsini müəyyən eləyək. Yavaş-yavaş çıxdın, uzun gödək, böyük, kiçik, gecə, gündüz, B variantı. C-də tez-tez pozdu. D-da dost, tanış, yığış. E-də dadlı, dadsız. Şəkilçilərlə antonim olmaz, çünki kökləri eyni olmalıdır. Bağlı, bağçalı da yine antonim deyil. 27. A-da at pozdu. D-da bol. C-də baş. Y-də boş. Qaldı B variantı. Ud, udmaq. Bir də musiqi aləti. Yad, yaddaş. Bir də özgə mənası. 28. Hər iki sözün homonim kimi işlənə bilər deyir. 1-də diş pozdu. 2-də dan, din hər ikisi olur. Danmaq, bir də dan səhər mənası. Din, dinmək, bir də din, İslam dini mənası. 3-də yon pozdu. 4-də çit pozdu. Qaldı 5. Yaş, insanın yaşı, bir də nəmin sinonim olan yaş. Quru, qurumaq, bir də torpaq sahəsi quru. Həmçinin hər hansı bir meyvə qurusu. Ona görə 2, 5, 28. 29. Biri günahsız sözünün sinonimidir. Olacaq məsum. 30. Biri vurulmaq sözünün sinonimidir. Vurulmağın sinonimi bənd olmaqdır. 31. Kədərlinin sinonimi deyil. Məsum sözü. 32. Batmaq sözünün sinonimidir. Batmaq, qərq olmaq. 32 D variantı. Sonra çevirək səhifəni. 33. Hansı cərgədə sözlərin üçünü də homonim kimi işlətmək mümkündür? Kürü biri var, balıq kürüsü. Bir də var kürümək, feil kimi. Təsnif, bayaq dedik, təsnif etmək, qruplara ayırmaq. Bir də musiqidədir. Qala, qalamaq, bir də qız qalası. Elə A variantı.
B, D hamısı pozur. C-də qırmızı, E-də də külək pozur. Sonra 34. Hansı cərgədə sözlərin üçünün də homonim kimi işlətmək mümkündür? Hava. Biri var aldığımız hava. Biri var oyunda çalınan hava və yaxud şərə doldurulan hava. Saz çalınan musiqi aləti. Bir də onun vəziyyəti saz idi, yaxşı idi mənasında. Sağmaq, bir də sağ tərəf. B-də şahid gəlin pozdu. D-də göz ətək. C-də həyət. Y-də nəfis pozdu. 35. Hansı cərgədə sözlərin üçünü də homonim kimi işlətmək mümkündür? A-da nadan pozur. B-də hamısı. D-da da hamısı. C-da sakin pozur. Qalır E variantı. Dolu, bayaq dedik, kütlə insanın, çoxlu insanlar toplusuna kütlə deyilir. Bir də nəyinsə çəkisi. Əsər, hər hansı bir bədii əsər, mətn falan. Bir də iz mənasında deyirsən, ondan əsər qalmayıb, yəni ondan iz qalmayıb. 36. Alqış, qarğış nə olacaq bir-birinə? Təbii ki, antonim A variantı. Tablaşmaq, dözmək 37-də olacaq sinonim. 38. Hava soyuq idi, oyun havası çalındı, olacaq homonim. 39. A-da diş pozur. B-də göz. C-də baş. D-də heç biri pozmur. Çünki bağ, biri var ayaqqabının ipi. Bir də var bağça bağ mənasında. Sağ, sağmaq, sağ tərəf. Tala, talamaq. Bir də açıq sahə meşədə. Ona görə olacaq D variantı. 40. Hər üçü homonim kimi deyir, işlənə bilər. Bel, insanın beli. Bir də alət, lapatka mənası. Yol, yolmaq, gedilən yol. Dar, dar ağacı, bir də dar yer. Elə A variantı. B-dən əsir pozdu. D-də kəsir qoruq. C-də həyat. E-də dəniz. 41. Yenə hər üçünü soruşur. A-da çökmə pozur. B-də hamısı. D-də baş. E-də də hamısı. Qalır C variantı. Saç, insanın saçı, bir də günəşin işıq saçmağı. Daş, yerdəki daş, daşmaq. Qan, Venadakı qan, bir də qanmaq. 42. Pis, yaxşı. Nə olacaq? A variantı antonim. Sonra 43. Altından xətt çəkilmiş sözlər bir-birinə münasibətdə nədir? Düzlük, əyrilik, təbii ki, B antonim. Qürbət, vətən 44 olacaq antonim. 45. Homonim kimi işlənə bilən ədəbiyyatşünaslıq termini bənd və qoşmadır. Bənd 4 misradan və yaxud 5-6 misradan ibarət, bir neçə misradan ibarət olan şeir vahididir. Qoşma dilçilikdə köməkçi nitq hissəsidir. Ədəbiyyatda isə 4 misralıq şeir növüdür. 46. Yenə ədəbiyyatşünaslıq terminini soruşur. Divan, qitə. Divan şeirlər külliyatıdır. Həmçinin oturduğun divan. Qitə də şeirdir. İkili şeir şəklidir. Bir də Avropa, Asiya coğrafiyada olan qitə. 47. Sinonim sözlərdir. A-da ikinci sözə görə götürmürük.
B-də əxlaq isimdir, həyalı sifətdir, ona görə olmaz. Sinonimlər eyni nitq hissəsi olmalıdır. C-də yenə iradəsiz sifətdir, amma iradəsi olmayan feili sifətdir. Çay göldə yenə olmur. Əqidə, məslək, ismətli, namuslu isə bunlar eyni nitq hissəsinə aid olan sinonimlərdir. 48. Sinonim olmayan sözlərdir, deyir. Vüsal, qovuşmaq. Bəli, vüsalın mənası qovuşmaqdır. Lakin vüsal isimdir, qovuşmaq feildir. Ayaz isimdir, şaxtalı sifətdir. Məna baxımından düzgün yanaşmadır, məna baxımından. Lakin dediyimiz kimi nitq hissəsi baxımından fərqli olduğu üçün biz onları sinonim götürmürük. 49-da yavaşla asta antonim deyil, çıxdın. B. Aşkar, xəlvət, irəli geri, əl-açıq, xəsis, elə B variantı olacaq. 50. Antonim sözlərdir, deyir. Əziz, hörmətli antonim deyil. Xeyir, şər, oğul, uşaq antonim deyil. Sonra C-də yenə sevinç, kədər antonimdir, amma qəm, qüssə antonim deyil. D-də el, oba antonim deyil. Qaldı E variantı. Arxain, nigaran, alğış, qarğış, eniş, yoxuş. Sonra 51. Homonim sözlərdir. Fəsil, biri var, mətnlər fəsillərə bölünür, o. Bir də ildə olan fəsil. Köz, göz homonim deyil. Alışmaq homonimdir. Biri var, yanmaq mənasında, ocaq alışdı. Bir də deyirəm, artıq mən sənə alışmışam, yəni öyrəşmişəm mənasında. Xal, biri var üzdəki xal, bir də xal toplamaq. Mətndən atlas isə homonim deyil, çünki hər birinin ancaq bir leksik mənası var. 52. Deməli, 51-də 1, 4, 5 oldu. 52. Min, minmək, say, saç, saçmaq, insanın saçı, qarış, qarışmaq, bir də barmaqlar arasında olan məsafə 1, 3, 4 olacaq. 53. Bulağın sinonimi çeşmədir, C variantı. 54. Yenə homonimliyi tapaq. Qaz, qazmaq, ev quşu, yaş, insanın yaşı, nəmin sinonimi. 80, səksənmək, bir də say, at, atmaq, heyvanat olacaq B variantı. 55. Eyni sözlər neçə dəfə verirlər. İzahını verdiyim sözləri deməyəcəm uşaqlar mənasını. Qala demişik, göy. Biri var səma mənası, bir də rəng. Al, rəng, qırmızı rəng mənası, bir də almaq. Sağı dedik. Deməli olacaq 1, 3, 4, 5 E variantı. 56. Gül balalar deyib gülsün olacaq homonim. Onun nəfsi ağırdır, onun tamahı ağırdır. Nəfs, tamah nədir bir-birinə? Sinonim. 58. Antonim sifət cütlüklərdən ibarət sözlərdir. Antonim sifət cütlüklərdəndir, ibarət sözlərdir. Yəni antonim olsun, sifəti seçək biz. Gözəl, qəşəng antonim deyil, çıxdın. Yaxşılıq, yamanlıq isimdir, çıxdın. Güney, quzey, bu da yenə isimdir, çıxdın. Gözəl, çirkin, bunu saxlayırıq. Çobud, incə, quru, yaş, D variantı. 59. Hər ikisi quruluşca düzəltmə antonim sözdür. Eniş düzəltmədir, amma yoxuş sadədir. Çünki yoxdan yoxuş əmələ gəlməz. Açılmaq, bağlanmaq antonimdir və quruluşca düzəltmə feillərdir. Sonra küsüşmək, barışmaq da antonimdir. Digər variantlar da antonimdir. Danışmaq, susmaq. Amma bunlar feildir. Bizə bunlar feildir, düzdür. Amma quruluşca sadədir. Ona görə götürmürük. Danışmaq, susmaq sadədir.
Barışmaq sadədir, amma küsüşmək düzəltmədir. Bizə hər ikisi düzəltmə olanı soruşur. 60. Homonim kimi işlənə bilən dilçilik terminləridir. Bunlar olacaq zərf, sifət, say. Zərf, nitq hissəsi, bir də məktub. Sifət, nitq hissəsi, bir də insanın üzü. Say, saymaq, bir də nitq hissəsi. 61. Kökü homonim olan sözdür. Kökü homonim olan, toxucu sözündə kök toxumaqdır, homonimlik yoxdur. Soydaş, kökü soydu, soy soymaq, bir də nəsil mənasında. Ona görə B olacaq. 62. İsim və feil kimi işlənən. İsim və feil kimi işlənən homonim ola bilmir. Hansını soruşurdum? Biri homonimdir, 62. Təsnifi bayaq dedik. Eyni sözləri 40 dəfə verirlər. İsim feil kimi homonim ola bilməz. Divan sözdür. Digərləri boyaq, boyamaq, qarış, qarışmaq, din, dinmək, dan, danmaq olur. 64-də də eyni sualdır. Qan, qanmaq, qarış, qarışmaq, an, anmaq, qır, qırmaq. Amma qatar ancaq isim olur. 65. A-da yaradan başqa hamısı pozur. B-də hamısı. C-də fokus göz pozur. D-da hamısı qalır. E-də baş axır pozur. D dik durmaq. Bir də nəyinsə diki mənasında, göz dikmək mənasında. Sonra qala, qız qalası, bir də qalamaq. Çat, çatmaq, yerdə çat. Say, saymaq, nitq hissəsi. 66. Həm homonim, həm də deyir çoxmənalılıq xüsusiyyətinə malik deyil. Baş təkcə çoxmənalıdır. Ömür də təkmənalıdır. Bunların homonimliyi yoxdur. Hər iki söz həm homonimlik, həm də çoxmənalılıq xüsusiyyətinə deyir malik deyil. Burada baş çoxmənalıdır, amma homonim deyil. Say çoxmənalıdır. Məsələn, deyirsə, məni saymır. Qol çoxmənalıdır. Dil çoxmənalığa gedir. Düz də çoxmənalığa gedir. Burada deməli doğru cavab görmürəm elə də. Çünki burada digər variantlarda da biri pozorda çoxmənalı deyil. Məsələn, ada çoxmənalı deyil, ənənə çoxmənalı deyil. Sonra fırtına çoxmənalı deyil. Amma baş çoxmənalıdır. Dil həm çoxmənalı, həm homonimdir. Hər iki söz homonimlik, həm də çoxmənalı. Burada 66-da doğru cavab görmürəm mən uşaqlar. Sonra 67. Homonim ola bilən sözdür. Dikmək. Biri var deyirsən, o mənə göz dikib. Dikmək mənası. Bir də haransa hündür bir yer. Dik. A variantı. 68. Homonim ola bilən söz bənd izah eləmişik. Biri homonim deyil, 69-da tələdir. Divan, üz, alı izah etmişik. Mürəkkəb biri var yazının içində, nədir onun adı? Qələmin içində olan mürəkkəb. Bir də çətinin, nədir onun adı? Çətin sözünün sinonim olan mürəkkəb. 70. Niyə fırlanır belə? 70-ə baxaq. Sinonimlik yarada bilən sözlər hər zaman bir-birini deyir, əvəz edə bilər. Xeyr, bayaq bir neçə testdə gördük ki, məsələn, ürək, könül bir-birini həmişə əvəz edə bilmir. Bu yanlışdır. Homonim sözlər fərqli leksik mənaya malikdir, bəli. Çoxmənalı sözlər eyni nitq hissəsinə aid olur, bəli. Frazemlərin birinci tərəf, frazemlərdə əsas və aslı tərəf olmur, yanlışdır. Çünki onlar bütövlükdə bir leksik məna ifadə edir.
Düzəltmə sözlərin antonimi ola bilməz. Niyə ola bilmir ki? Olur. Ona görə bu da olacaq yanlış. Sonra 71. Nəfis sözün sinonimi olacaq incə, zərif, C variantı. 72. Homonimlər müxtəlif nitq hissəsinə aiddir. Mürəkkəb qələmin içində olan isimdir, amma çətinin sinonimi sifətdir. Qurd nəticə ancaq isim kimidir. Yaş nəmin sinonimi kimi sifət, insanın yaşı mənasında isim. Deməli olacaq 1, 4. Çay da hər iki mənada isimdir. 73. Yenə müxtəlif nitq hissəsini soruşur. Bal, çən, əqrəb eyni nitq hissəsidir. Amma top da eyni nitq hissəsidir, isimdilər. Müxtəlif mənada olsa da. Amma tutla yol bir mənaları fe'lada nitq hissəsi kimi feildir. Bir mənada nitq hissəsi kimi isimdir. Ona görə olacaq 73-də B variantı. 74. Hansı homonimlər müxtəlif nitq hissəsinə aiddir? Göy, səma, bir də rəng mənası, isim, sifət. Dolu, yağış, boşun əksi, isim, sifət. Əqrəb, bar, bunlar ancaq isimdilər. Kök də isim, sifət kimi homonimdir. 1, 3, 4. 75. Gümrah sözün sinonimləri hansı cərgədə düzgün verilir? Gümrah, sağlam, çevik deməkdir. B variantı. 76. Misraların hansında istək sözünün sinonimi işlənmişdir? İstək, deməli, arzu deməkdir, dilək deməkdir. O da 3-4-cü cümlələrdədir. B variantı. Yaman sözü hansı cümlədə olduqca mənasını verir? Yaman günün, burada pis gündür. B-də də pis mənasındadır. Amma C-də isə deyirsən ki, sözün ona olduqca təsir elədi, yaman təsir elədi deyə bilirsən. Ona görə 77-də C-dir. 78. Altına xətt çəkilmiş sözlərdən hansı homonimdir? Göz ancaq çox mənalıdır. Burada qrafinin boğazı, uşağın boğazı törəmədir, çox mənalıdır. Uşağın dişi, darağın dişi, burada da yenə əsas mənadan törəmə mənadır. Çox çox mənalıdır. Axşam dolu yağdı, patronla dolu idi. Burada isə görürük ki, biri isimdir, biri sifətdir. Nədir bunlar? Bir-birinə homonimdirlər. 79. Həm çox mənalı, həm homonim kimi işlənə bilən. Belə olanda siz 2 dənə leksik mənasını tapın bir sözün. Bir də onu məcazi mənada işlədin. Dil sözü, məsələn deyirik qapının dili, bir də insanın dili çox mənalıdır. Amma insanın dililə İngilis, Rus, Fransız dili bu homonimdir. Sol, deyirsən ki, onun rəngi solmuşdur, məcazi. Gülün solmağından sol tərəfin isə olacaq homonim. Qol, ağacın qolu, insanın qolu çox mənalı. İnsanın qolundan imza mənası isə homonim. Üz göstərmirsən. Burada çox mənalı. Üzmək, insanın üzü homonim. Deməli, 79-da olacaq 1, 3, 4, 8. 80. Sinonim və antonimlər üçün ortaq cəhətdir hansıdır? Eyni nitq hissəsinə aid sözlərdən təşkil olunmaq E variantı. 81. Qafiyə təşkil edən sözlər nədir? Qaz, boğaz. Həm homonimdir, həm də çox mənalı. Məsələn, deyirsən ki, o adamın ayağını qazır. Yəni, adama kələk gəlir. Amma torpağı qazmaqla evdəki qaz mənasında isə olacaq homonim. Boğaz coğrafiyada termin kimi, bir də insanın boğazı kimi olacaq homonim. Amma çəkmənin boğazı olacaq çox mənalı. 82. Qafiyyət daşına, yaşına. Daş, yaş. Bunlar da deməli nə olacaq? Homonim və çox mənalı söz olacaq. Bir çıxaydım dam qayanın daşına, bir baxaydım keçmişinə, yaşına. Burada daş, yaş sözləri həm homonim, həm də çox mənalı söz olur.
Sonra uşaqlar hələlik bu qədər bəsdir. Qalanını da izah edib yerləşdirəcəm. Sağ olun.